Alassane Ouattara bazar ertəsi günü Côte d'Ivoire'da prezident andını içərək 4-cü müddətə dövlət başçısı vəzifəsinin icrasına başlayıb. Panjomi TV-nin məlumatına görə Abidjandakı prezident sarayında keçirilən təntənəli inauqurasiya mərasiminin birbaşa yayımını 7 Info xəbər portalı təqdim edib. Suveren Côte d'Ivoire xalqı qarşısında konstitusiyaya hörmətlə yanaşacağıma və onu vicdanla müdafiə edəcəyimə, milli birliyi təcəssüm etdirəcəyimə və vəzifə borclarımı vicdanla, xalqın maraqları naminə icra edəcəyimə təntənəli şəkildə and içirəm deyə o bildirib. Ouattara qeyd edib ki, qarşıdakı 5 il ərzində ölkənin hakimiyyət strukturlarında nəsil dəyişikliyi baş verəcək. O, həmçinin ölkədə innovativ iqtisadiyyat yaratmaq üçün bütün səylərini göstərəcəyini vurğulayıb. Qeyd edək ki, Côte d'Ivoire'da prezident seçkiləri 25 oktyabrda 5 namizədin iştirakı ilə keçirilib. 83 yaşlı Ouattara birinci turda seçicilərin 89,77%-nin dəstəyi ilə qalib gəlib.